Salam, hər vaxtınız xeyir olsun, əziz sosial şəbəkə izləyiciləri, əziz Azərbaycan xalqı, hamını salamlayıram. Gözəl bir yaz axşamında, gözəl yağış yağır, gözəl təbiət. Bugünkü mövzumuz da bildiyiniz kimi İranın prezidenti Azərbaycana gəldi, Məsud Peşinyan. Əsl qanunda türk qanı olan Azərbaycanlı canımız, ciyərimiz xoş gəldi. Bir Azərbaycan vətəndaşı olaraq bizə necə deyərlər, xoş oldu bizim için bir sözlə. Onun gözəl şeirləri bilirsiniz ki, sosial şəbəkələrdə son günlərdə trenddir. Bildiyiniz kimi o söylədiyi şeirlər Məmməd Hüseyin Şəhriyarın Heydər Babaya salam poemasındandır. Hamınız da xatırlayırsınız. Mən istəyirəm ki, o şeiri sizlər üçün səsləndirəm. Deyir, bir uçaydım bu çırpınan yel ilə. Bağlaşaydım dağdan aşan sel ilə. Ağlaşaydım uzaqlaşan el ilə. Bir görəydim ayrılığı kim saldı. Ölkəmizdən kim qırıldı, kim qaldı. Mən sinə tək dağa çəkdim nəfəsi, sən də qaytər göylərə saldı səsi. Bayquşun da dar olmasın qəfəsi. Burada bir şirdarda qalıb bağırır, mürvətsiz insanları çağırır. Yaşasın bütöv Azərbaycan, yaşasın Turan, yaşasın Təbrizim, Azərbaycanım. Necə deyərlər, elin o başı bu pay olmaz. İnşallah biz qovuşacaq. Sağ ol. Arazın o tayı da, bu tayı da benim doğma el-obamdır. Elin de o başı bu başı olmaz, bunu sırğı eyle, az kulağından.